Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina bil gasmi Muhammed. Allahümme salli ala Muhammed. Ben de her şeyden evvel öz növbəmdə Hazreti Şeyh Məhəmməd Mosili, Muhammed Ali Mosili ağanın vəfatının 4 illik münasibəti ilə Şeyh Məhdi başda olmaqla əziz övladlarına baş sağlığı arz eləyirəm. O cümlədən siz əzizlərə də baş sağlığı arz eləyirəm. Əsl həqiqətdə bu baş sağlığı bizim hamımıza verilməlidir. Çünki əsl həqiqətdə Şeyh Məhəmməd Ali Mosili ağa orada Moskva şəhərində bizə mənəvi atalıq eləyib. Yəni siz hamınız onu şəxsən görmüsünüz və fəaliyyəti ilə də yaxından əlaqədə olmusunuz. Doğrudan da o mərhumun bizim boynumuzda haqqı var. Allah onu rəhmət eləsin. Allah Teala onu sevdiği əhl-i beytlə məhşur eləsin inşallah. Əlbəttə Esri dağılandan sonra, yəni Esri dövlətini dağıdandan sonra Qərb dövlətləri öz mənfur hilələrini həyata keçirmək üçün, yəni özlərinə bağlı olan Vəhhabiləri başladılar, yəni Esri arasında olan müsəlmanlar arasında yerləşdirməyə və onlar zəhərli təbliğatı işə saldılar. Və burada elə bir ki, Esri bir dənə tarla idi. Burada hərə gəlib öz toxumunu atırdı ki, sıra o istədiyini əldə eləyə bilsin. Və doğrudan da mənfur düşmən Esri dövlətini dağıdandan sonra və sonra da istəyirdi ki, Esri arasında bu radikal terörist ideologiyanı irəli sürməklə, cavanların, insanların, müsəlmanların beynini zəhərlənməklə get-gedə başqa məkirli planlarını həyata keçirə bilsinlər. Burada təqdirə layiq iş odur ki, bizim ağalarımız, doğrudan da Hacı Nizami də qeyd elədi, bizim müştəhidlər bizim ağalarımızdır. Yəni onların uzaq görənliyi bahis olub ki, yəni Allah hifz eləsin, Həzrəti Ayətullah Uluzma Sistani ağa, yəni məsuliyyət hiss eləyib, əvvəl Şeyh Məhəmməd Ali Mosili ağanı Gürcüstana göndərir. Çünki Gürcüstanda demək olar ki, Gürcüstanlardan soruşun, Esri dağılan Ərəfada demək olar ki, yerli ruhani yox idi. İmişlidən bir ağsaqqal gedərdi, biraz təbliğ eləyərdi, başa salardı, kəbin var, nə bilim, nikah var, meyidi bu cür bastırmaq var. Yəni doğrudan da belə bir vəziyyətdə idi. Yəni Gürcüstanda demək olar ki, yerli ruhani yox idi. Şeyh Məhəmməd Ali Mosili ağa Gürcüstanda zəhmət çəkib neçə il, sonra Azərbaycanda olub, yəni hamı da onun fəaliyyətindən razılıq eləyirdi. Və sonra gəlib Moskva şəhərinə, Hacı Nizami dəqiq bilir, 2000-ci ildir, ya 2001-ci ildir, deyil mi? Hətta 2000 ya 2001-ci ildir, çünki mən özüm buradan İrana getdim oxumağa 95-ci ildə, onda yəni özümdən başqa bir nəfər tapa bilmirdim, möhürlə namaz qası, yəni bir-iki nəfər güclə tapa bilirdi. Amma sonra mən 2004-cü ildə İrandan qaydanda artıq Mosili ağa Allah rəhmət etsin burada idi, getdim ondan görüşdüm, 2 otaqlı evdə qalırdı, o boyda şəxsiyyət. Yəni Davşanka 6-da 2 otaqlı kiçik yəni bir ev idi, yəni görüş yeri də oraydı, dəftəri də oraydı, özü də orada yaşayırdı. Yəni hər adam bu əziyyətə razı olmaz. Siz Irakı, İranı, Azərbaycanı burayla bir eləməyin. Yəni oranın mühiti tam başqa cürdür. Hamı müsəlmanlardır, çox rahat həyat tərzi, yəni adam ləzzət də alır. Amma buradakı mühitdə o Karabka kimi bir evə girəsən, burada yaşayasan, hər adam bunu qəbul eləməz. Elə mühitdən gəlib burada yəni yaşasın, əziyyət çəksin. Amma Şeyh Məhəmməd Ali Mosili ağa bu zəhməti çəkib, ona görə də boynumuzda haqqı var. Yəni haçan biz ondan söhbət eləmişik. Cümə namazları ki, cümə məsciddə ki, cümə günləri məclis olurdu. Demək olar ki, bütün məclislərdə iştirak eləyərdi, çıxış eləyərdi. Başqa Hüseyniyələrdə, məsələn, biz haçan dəvət eləmişik, əgər başqa yerə vədə verməsəydi, hökmən gəlib iştirak eləyirdi. Yəni zəhmət çəkirdi, başqa şəhərlərə gedirdi. Xülasə, bu mərhumun boynumuzda haqqı var, Allah onu rəhmət eləsin. Özü mübarək bir ruhani ailəsində dünyaya gəlib Hacı Nizami qeyd elədi. Neçə övladı da ruhanidir, yəni nəsil də, paş nəsildir. Allah sağ qalanların canını salamat eləsin. Biz Şeyh Mehdi ağadan da
Çox razıyıq, elhamdülillah. Yəni doğrudan da yəni atası necə burada fəal idi, gözəl təbliğ eləyirdi. Yəni oğlu da gözəl şəkildə onu davam elətdir. Allah onu da hifz eləsin. Onun kölgəsini başımızın üstündən əski eləməsin. Bir daha Şeyx Məhəmməd Əli Mosul ağanın ruhun şad olmasına ötəri Peyğəmbər Ali Peyğəmbər cəmalı salavat.